bir uşaq qonşusunu ChatGPT-nin köməyi ilə öldürüb. Və bu adam neyniyib ha? Nə dərəcədə ChatGPT-nin köməyi ilə qonşusunu öldürüb? Oy bilmirəm, o neçə idi abi də? 14 idi ya 16 idi. Ya 14 idi ya 16 idi. Yəni bu yaşlarda biri idi. Dünyanın sonuna doğmuşum ya da ölmüşüm de haberim yok. İyi bilirdik derler elbet ardımdan, bundan büyük bir yalan yok. Natamam Podkastın səyyar kameraları Oykos İnkişaf Mərkəzinin dəstəyi ilə öz yeni epizodunu sizlərə təqdim edir dostlar. Bəli, bugündən biz belə danışacağıq. Danışığımıza fikir verəcəyik. Türk sözlərindən istifadə etməyəcəyik. Yalnız Azərbaycanca danışacağıq. Nə tərsən ata? Çox yaxşıyam Elman müəllim. Siz necəsiniz? Yaxşıyam, çox sağ olun Ataman xanım. Özünüzü necə hiss edirsiniz? Artıq çox gözəl, çünki biz danışmağı bundan əvvəl bilmirdik. Bəli, çox təəssüf. Artıq öyrənirik. Sən demə biz danışmağı bilmirikmiş. Sağ olsun Oykos İnkişaf Mərkəzi bizim danışığımızı düzəltdi. Biz artıq mükəmməl danışırıq. Yadınızdadırsa, bir videoda mən xahiş eləmişdim Oykos İnkişaf Mərkəzindən ki, mən danışa bilmirəm. Əziyyət çəkirəm, mənə kömək eləyin. Sağ olsunlar, sözümüzü yerə salmadılar. Dostlar, zarafat bir yana, baxın, mən bir də təkrar edirəm. Bundan sonra heç vaxtı bunu təkrar eləməyəcəm və gələn şərhlərə də bu haqda gələn şərhlərə də qəti şəkildə yəni bunu biləsiniz. Podkastda mütləq səlis Azərbaycanca danışmalısan deyə bir şey yoxdur. Gedin podkastlara baxın. Gedin bir başqa podkastlara baxın. Əgər bir podkastın məqsədi, bir podkastın konsepti ideal Azərbaycanca danışmaq deyilsə, mən burada necə istəsəm elə də danışa bilərəm və mənə heç kimin ağıl öyrətməsi də lazım deyil. Təşəkkür edirəm. O ağılı gedin ehtiyacı olanlara öyrədin. Siz Oykos İnkişaf Mərkəzinin dəstəyi ilə Natamam Podkasta baxırsınız, biz başlayırıq. Mən bugün belə bir mövzu seçmişəm də, amma bu mövzunun belə deyək, çox şaxəli mövzudur, qolları çoxdur. Əslində, hara fırlatsam bu mövzunu gedib bir səbəbə, bir şeyə toxunur. Bəşəriyyətin sonundan danışmaq istəyirəm mən bu gün səninlə, amma biz təbii ki, durub burada indi dünyanın sonu necə gələcək, nə bilim, filan, belə şeylərdən danışmayacağıq. Sadəcə olaraq, bəşəriyyətin sonuna səbəb ola biləcək hadisələr, bəşəriyyətin sonuna aparan məsələlər haqqında danışmaq istəyirəm səninlə. Məsəl üçün, bizim bundan qabaq, bir həftə öncə yayımladığımız videoda biz süni intellektdən danışmışdıq ki, bir çox insanlar süni intellektin də bəşəriyyətin sonunu gətirə biləcəyini düşünürlər. Bəzi insanlar, böyük əksəriyyət insanlar, təbii ki, bura hamı aid deyil, sosial şəbəkələrin artıq, belə deyək, çox istifadə olunmasına görə bəşəriyyətin sonunu gətirə biləcəyi düşünürlər. Qida sektoru ilə bağlı bəşəriyyətin sonunu gələ biləcəyini düşünürlər. İstər içkilər olsun, istər yəni hara baxırsan bax, oradan bir bəşəriyyətin sonu gələ bilər bir mesajı, bəşəriyyətin sonu gələ bilər bir fikri çıxır. Mənə maraqlıdır ki, bax, səndən başlayaq. Sən nə düşünürsən bu barədə? Ümumiyyətlə, Natavana görə bu faktorlardan faktor nətər idi, qəşəng idi. Görsən, nətər danışırıq. Bilirik, biz də bilirik. Bu faktorlardan hansı səncə bəşəriyyətin sonunu gətirə bilər? Var mı elə bir şey? Biz tam olaraq insanlığın yox olmasından danışırıq, yoxsa mənəviyyatı? Bəli. Elə bil ki, o dinozavrlar yaşayan dövrdə nətər meteorit düşdü, bütün dinozavrları məhv elədi. Onun səbəbi nə idi ki?
Meteorit düşmüşdü də işte. Yəni yox, çünki bizə nəyə görə insanlıq çox vaxt elə düşünür ki, onlar nəsə səhv hərəkət eləyəcəklər. Bunun sonucunda cəza olaraq yoxa çıxacaqlar. Yox, düşünmürəm onun elə bir şeylə əlaqəsi var. Məsələn, bu axirətin gəlməyinə işarətdir. Bu artıq dünyanın sonuna, bu cür hərəkətlər, insanlıq ölüb, heç kəsin qaydına qalmır. Bu artıq axirətin yaxınlaşdığına işarətdir də, başım əlamətlərindən biridir falan. Belə deyim. Niyə imanla bir şey olmalıdır ki, dünyanın sonu gəlsin? Axirətin sonuna işarə verən, mesaj verən hadisələr var. Yəni bunlar artıq dəfələrlə bu işin professionalları tərəfindən, bu işi bilənlər tərəfindən danışılıb dəfələrlə, sübut da olunub. Mən din mövzusuna girmirəm, sadəcə olaraq yəni var, bu haqda danışılıb, bu deyilib. Bunlar var. Amma məsəl bizim bu dəqiqə mən bu milçəyi amma bizim danışdığımız mövzu tam olaraq abi yetər Allah aşkına ben ya. Bugün bir girə bilmədik də mövzulara. Mənim deməyim oydu ki, bizim bu dəqiqə danışdığımız mövzu məhz elə bax o şeyə bənzəyir. Dinozavrların dövründə meteoritin gəlib düşməsi və bütün sivilizasiyanı yox eləməsi, yenidən başlaması. Ki deyilənə görə belə bir şey olacaq. Yəni mütləq belə bir şey olacaq. Bunun müəyyən bir dövrü var mı? İndi düzdür, texnologiya inkişaf eləyib. İndi meteorit bizim üstümüzə gələ bilərmi? Yoxsa biz o meteoriti bura gəlməmiş elə göydəcə parçalayarıqmı? Yoxsa yox? İndi məsələləri də var. Mənim demək istədim odur ki, yəni mütləq şəkildə nəsə yolunda getməyə şeylər olmalıdırmı ki, dünya nəyə görə? Bəli. Niyə? Çünki amma buna insanlıq səbəbi olur, yoxsa ki, yəni, dünyanın öz yaradılışı isə. Məsələn, dinozavrlar neynəmiş ola bilərlər ki, onlar sakit yaşayırlar, düzdür? Yox, orada əlbəttə ki, yəni dinozavrlarlıq bir şey yoxdur. Yəni yetimlərin bir şeyi yox idi. Ki mən çox sevirəm dinozavrları. Bir problemi yox idi. Orada məsələ bilirsən nə idi? Sadəcə bu olmalı idi, oldu. O müəyyən dövr deyirəm, o müəyyən dövr gəlib çatır və o müəyyən dövr çatan. Mən də onu deyirəm ki, indi bizdə də o müəyyən dövr gəlib çatacaq. Amma sən deyirsən ki, əlamətlər də var. Var, bəli. Axı, onsuz gəlib... Mən qiyamət günündən danışmıram. Sən qarışdırma. Mən qiyamət günündən danışmıram. Amma qiyamət günü də elə... Sadəcə bəşəriyyəti sonlandıra bilən. Məsəl üçün, dinozavrların dövründə meteorit düşəndə bəyən bəşəriyyətmi? Yəni, axirət idimi? Xeyr, deyildi. Sadəcə olaraq məhv oldu, yenidən həyat başladı. Dinozavrlardan sonra yeni həyat başladı. Bizdə də məsələ olacaq. Sadəcə, bizim bu dəqiqə fərqimiz ondan ibarətdir ki, o vaxtı dinozavrların əlində o meteoriti yox eləyə biləcək bir şey yox idi. Amma indi bizim əlimizdə elə bir imkanlar var. Və biz o gələn meteoriti əgər meteoritdən yoxa çıxacaqsa. Yəni, məsəl üçün meteorit deyirəm. İndi bizim кейsimizdə o meteorit olmaya bilər. O ola bilər AI, o ola bilər TikTok, o ola bilər Instagram. Deməli, mən astrologlara falan da çox qulaq asıram və onların da dediyinə görə odur ki, yəni ümumiyyətlə 3-cü dünya müharibəsi da gözlənir falan da. Yəni genəldə ümumiyyətlə müharibələr həmişə silah yoluna, ya insana bədənsəl nəsə bir şeylə, toxunuşla, ya xəstəliklərlə zadla olurdusa o vaxt, yəni savaşlar olurdu, xəstəliklər olurdu. Bu şəkildə bir şeylər bitirdi də, ya da ki insan sayısı azalmağa doğru gedirdi. İndi deyir, savaşlar artıq, işte bu süni intellekt, bu şəkildə. Yəni, bir ara bir dənə söz çıxmışdı, deyirdilər ki, Dəccal elə olacaq ki, sən elə biləcəksən ki, o çox yaxşıdır, yəni kütləni özünün arxasıca aparacaq, amma sən onun Dəccal olduğunun fərqinə varmayacaqsan. Və bir çox araşdırmacı da deyirdi ki, bu elə internetin özüdür, yəni. İndi AI-dan ola bilər, yəni. Ümumiyyətlə, sonunu gətirən şey də ola bilər. Hətta o ola bilər ki, insanlıq özü desin ki, biz hazırıq artıq bitişə. Yəni, bu həddə qədər gələ bilər. Çünki artıq bir şeyə çox güvənirsən və o sənə öldüsə öləcəksən, qaldısa qalacaqsan. Və bu şəkildə də artıq bitişin olacağına yəni, ola bilər. Amma... bilmirəm, şey daha mənə məntiqlidir. Məsəl üçün, öz vaxtı gəlib, dünyanın öz dayanma saatı ya da öz-özünə bitirmə vaxtı
daha doğal. Yəni doğanın qanunu deyirlər. Yəni bu şəkildə işləmə sistemi mənə daha real gəlir. Kim nəsə oldu deyə nəsə oldu. Heç ona görə mən axirət temalarını açdım da. Yəni bu şeylər insanlıq bitirdi, insanların özlərinin davranışı bitirdi falan filan. Yəni bu məntiqlər mənə uyğun gəlmir. Mənə elə gəlir ki, mənəvi şeylərin ölməyini amma normal olaraq, yəni insanın fiziksel olaraq çöküşünün ya da bitişinin səbəbi mən düşünmürəm ki, onun öz səhvləri olsun. Doğanı da kirlətsən. Nə bilim buzullar erisə eləsə də, yəni nə deyirlər ona, biz Azərbaycan dilində nə deyirlər bilmirəm, amma şeydə istiləşmə, qlobal istiləşmə. Elə şeylər də olsa fərqi yoxdur. Doğa özünü iyiləşdirə bilən bir şeydir də. Yəni elə tənzimlənib ki, insan oranı nə qədər bərbad günə qoysa da, o özünü bərpa eləyir. Yəni bunların üzündən nəsə olmayacaq. Bir ara deyirlər ki, su qıtlığı da ola bilər ya da bax elə meteorit söhbətlərdə. Yəni doğanın öz şeyi ilə bitmiş ola bilər. Məsəl üçün bu vaxt gəldi, bitdi. Hediyə özəlliyi askıya alındı. Kimsə hediyə göndərmək istəyirdi, alınmadı. Bizə heç vaxt hediyə göndərin. Sual verirəm, bir çıx canım. Elə bütün insanlara deyirsən ki, bax, düşün ki, zombi apokalipsis baş verib. Zombi salgınıdır. Əməlli başdır. Sual vermək istəyirəm sənə. Səncə sən daha çox hazırsan ona, yoxsa mən? Niyə belə oldu ki? Niyə belə sual verirəm? Zombi şeysinə. Zombi apokalipsisdir. Şeydir də, nədir onun adı? Heç istəmərəm, olar mən iyrənc gəlirlər. Bildiyin The Walking Dead'dir də, bu dəqiqə çöldə, bayırda. O şəkildə ölmək istəmərəm. Səncə sən daha çox hazırsan, yoxsa mən? Yəni sən sağ çıxarsan zombi apokalipsindən, yoxsa mən? Fərdi şəkildə. Sən o tərəfdə, mən bu tərəfdə. Baxır zombinin o an nə istədiyini. Yox da, elə yox da. Yəni, zombi nə istəyəcək? Səni işləmək istəyir də zombi. Ətini qopartmaq istəyir. Mən çox iğnəlirəm elə şeylərdə. Neysə, tamam, sən cavab ver elə, görüm nə deyəcəksən. Yəni, mənə görə mən daha çox hazıram. Məncə sən niyə? Ağıl mənasında, hissiyat mənasında, çox həssaslıq mənasında. Yer git lan. Yox, amma elə mövzularda mən heç də həssaslıq şey eləyənmərəm. Bu sualın cavabını səndən hər dəqiqə ala bilmədim də. Yəni mənə görə mən öz fikrimi dedim. Məncə zombi söhbəti ayırma. Məncə sən panikaya qapılarsan və oturub bir yerdə qalarsan. Yenə də deyirəm. Mübarizə aparmazsan. Bax, normal. İğrənirəm ondan deyil. Heç əsas mən danışmağa icazə vermir, sonra deyir cavab vermirsən. Ya bir şey deyəcəm. Normalda gündəlik həyatımızda nəyəsə həssaslıq göstərirəm insan ilişkilərində. Məndə duyğusal emosionallıq var. O söhbət deyil. Amma zombi ilə mənim aramda duyğusal bir bağ yoxdur. Başa düşdün? Buna görə də o anda bütün soyuqqanlığımı qoruyub Məncə deyir temanı dəyişin, gülməli mövzu açın. Bu mövzular sizlik deyil. Amma sən hələ də buradasan və bizə cavab yazırsan. Demək ki, sən maraqlıdır. Ya maraqlısa otur bax, indi ikinci hissəsi daha maraqlı olacaq. Neysə. Mən bayaq dedim axı bizə ağılı öyrədən lazım deyil. Hə, bir şey yox. Nə deyirdin mən? Yəni zombilərlə emosional bağlılığım olmuyor. Yenə baxırsan ora. Bir dənə bana odaqlan. Yazım zombilərlə xoş yayımlar sizə. Sağ ol. Çox təşəkkürlər. Elə biri də siz idiniz. Muratsan, xanımsan, sağ ol. Gördün, duyğusal emosionallıq qurma. Yox, zarafat bir tərəfə artıq odaqlanaq. Yenə də deyirəm, mən məsəl üçün yaxınlarımla ya dost tanış falan da ətrafda tanıdığım bir insan, yəni ümumiyyətlə, yəni insan olan, yəni mənim kimi beyni, zəkası yerində olan insanla nəsə konfliktə girərəm ya da ondan nəsə gözləyərəm ya da o məsəl üçün nəsə davranışla məni incidər ya nəsə səhv falan başa düşdün. Orada duyğusal emosionallıq çıxar Elman. Amma mən zombilə nəyin duyğusallığını aparacağam? Mən əslində o sualı sənə verməkdən məqsədim mənim sənin zombilərlə necə mübarizə aparacağın mənasına gəlmir. Zombi burada simvolik bir şeydir. Bilirəm, yəni sən dedin ki... Sənin mübarizə tərzin mənə maraqlıdır. İşte mənim mübarizə tərzim o olar ki, yəni genel olaraq normal insanı qoysan bəlkə o ilə daha çətin olar. Yəni deyirəm bu şeylərə görə. Amma o ilə daha asan da olur. Çünki mən biləcəm ki, o qarşımdakı artıq beyni yoxdur konkret. Zombidir də, yəni hani virus bulaşıb, ya nəsə oldu, nəsə baş verib də. O an orada məntiqi ilə şeylənmir. Heyvani
içgüdüsü ilə nəsə davranış sərgiləməyə çalışır. Oturaram, başa salaram. Belə eləmə. Hani mənə yeməyə nə qədər valla deyəcəm, mənə yeməyə nə qazanacaqsa daha başqa bir şeylər eləyir. Maraqlı bir şeydir. Öyle bir kino çəkmək olar ümumiyyətlə. Yaxşıdır. Var idi zaten. Oğlan zombiydi və qıza aşık olur. Qızı əsla yeyə bilmir. Ha var idi elə bir şey. Çox qəşəng. Mən normalda iyrənc şeylərə baxmıram, amma İmanla ona baxmışdım. Hə. Bəs yaxşı, növbəti sualımı belə vermək istəyərdim ki, məsələn biz mən çox üzr istəyirəm, bir də təkrar edəcəm. Biz burada elmi və yaxud da fəlsəfi bir şey danışmırıq. Məqsədimiz sadəcə öz fikirlərimizi müzakirəyə qoymaqdır. Yəni də professor, doktor zat deyil. Yəni heç ola bilər heç birimizin bu haqda bilgisi olmasın, məlumatımız olmasın. Sadəcə müzakirə edirik. Hər şey ciddi alın ya. Bilirik ki, bu kameralar yoxdur. Biz sadəcə oturub ikimiz söhbət edirik. Və ümumiyyətlə belə bir şey götürsək də, yəni belə bir müzakirə mövzusu açsaq ki, səncə bəşəriyyətin sonuna, yəni növbəti bəşəriyyətin sonuna ki, bir şey nəzərə al. Texnologiya çox güclü şəkildə inkişaf edir bu dəqiqə. Çox şiddətli inkişaf edir bu dəqiqə. Növbəti bəşəriyyətin sonuna səncə bu texnologiyanın inkişafı, məsəl üçün süni intellekti götürsək, süni intellekt səncə buna daha çox səbəb ola bilər, yoxsa səncə yenə təbiət? Çünki bax, belə bir şey var, çox üzr istəyirəm, fikrini deyərsən sən də. Belə bir şey var. Biz hər nə qədər təbiətdən bu məsələdə şübhələnsək də, yəni biz hər nə qədər təbiəti bir variant kimi ortaya qoysaq da ki, məsəl üçün təbiət səbəb ola bilər bəşəriyyətin sonuna falan kimi bir fikir bildirsək, belə bir məsələ var ki, bu təbiətə insan da bu dəqiqə təsir eləyə bilir. Çox mənfi şəkildə insan da təsir eləyə bilir təbiətə. Sən nə düşünürsən bununla bağlı? Mən keçən səfər biz nəsə AI ilə bağlı şeylər danışmışdıq. Onda da demişdim ki, mən düşünmürəm onun təhlükə arz edəcəyini. Yəni istifadə eləyənə baxır, nə üçün istifadə olunur. O bir dənə söz var idi, bıçaq belə yaradılanda, yəni kimsə öldürmək üçün nəzərdə tutulmamışdı. Çörəyi kəsmək üçün normalda nəzərdə tutulub ya da ümumiyyətlə də. Amma kimin necə onu istifadə eləməsi nə görə şəkil alır? Məncə süni intellekt o şəkildə. Yəni əgər sənə yaxşı gəlirsə, sənin işləri asanlaşdırırsa bu günlərdə, yəni nəinki hamımızın da çoxsunun həyatında o gün ChatGPT işləmirdi nəsə. Və belə qalmışam ki, bunun işləməməyini kimdən soruşacağam da, yəni bu nəyə görə işləmir falan. Nəsə belə sistemdə problem yaranmışdı. Yəni o dərəcədə artıq bizim həyatımızın hər şeyini asanlaşdırır. Amma okey, mən sözünü kəsmək məcburiyyətindəyəm. Mən başa düşdüm onu. Tamam. Mən burada sənə qatılıram. Tam haqlısan. Gəl biz bu aspektdən baxaq məsələyə ki, aspekt nətər idi? Xoşuma gəldi. İkincidir ya. Arada düzgün də danışırsın. Sən aspekt sözünü bilirəm mən. Gəl məsələyə bu aspektdən baxaq. Okey. Süni intellekti kim necə istifadə eləyər və yaxud da nə bilim bıçaqla misal qiyasladın. Okey, mən razıyam. Amma gəl o pis istifadə eləyənlərdən danışaq biz. Gəl o pis istifadə eləyənlərin təhlükəsindən danışaq biz. Onlar bizə nə təhlükə vəd eləyir? Onlar bizi nə dərəcədə belə deyək də narahat olmağa vadar eləyir? Mən bunu eşitmək istəyirəm səndən. Mən bunu bilmək istəyirəm səndən. Yəni bölsək, süni intellekti pis məqsədlə istifadə eləyən və təbiəti pis günə qoyan. Bax, bu iki nəfər. Səncə bunlardan hansı bəşəriyyətin sonunu daha tez gətirə bilər? Yenə təbiət deyəcəm. Çünki məncə süni intellekt nəsə ziyan versə öz sistemini günün sonunda çökdürəcək. Bax, süni intellekti pis istifadə edən adamdan danışıram mən. Və süni intellekti pis istifadə eləyərək Allah eləməsin, elə bir kıvama gəlib çatarıq ki, süni intellektlə adam evində atom bombası düzəldə bilər. Kütləyə... Məsələn, atıram. Tamamən belə bir şey uydurub deyirəm. Yəni kütləni düzgün istiqamətləndirməyə bilər. Amma günün sonunda yenə hər şey
təbiətə uyğun şəkildə gedəcək. Bilmirəm, mən yaradılışa çox inanıram, çox güvənirəm. Çünki hansısa bir iş alınmayanda da, hansısa bir işdə nəsə pislərə belə icazə verən Allahdır da, yəni düzdür. Sən deyə bilərsən ki, necə ola bilər, necə baş verə bilər falan. Amma kvant fizikasında da bunu deyir ki, insan beyin olaraq, beynidir də yaradıcı olan. Beyin olaraq nəyi düşünürsə o şəkildə də yaradır. Mənə elə gəlir ki, həm insanlığın sonunu, həm də ümumiyyətlə bəşəriyyətin sonunu gətirə biləcək şey negativ düşüncə ola bilər. Və bu Elman deyəcək ki, yenə gətirdi spiritualizmə bağladı. Amma həqiqətən ən böyük yaradıcı, yəni hər şey, bax, o Sir kitabını oxuyordum da bu günlər, onsuz da oxuduğum bir şeydir. İndi başqa hoşum şeylərin mövzularına keçmişəm. Orada belə deyir ki, bütün dahilər və Albert Einstein falan, sadəcə Albert Einstein deyə bilərik, bir şeyləri həyata keçirmədən əvvəl, yəni yaratmadan əvvəl onu beynində əslində yaradıb, olmuş kimi artıq o mükafatı falan alıb da bu şeyinə görə onu düşünüb artıq öz təkliflərini irəli sürürdü ki, yəni bu qədər əminliklə ki, bu olacaq ya da ki, bu artıq olub və mən bunun artıq dəyərini görmüşəm. Nəyə bağlamaq istəyirəm? Beyində yaratdığın şey, məsəl üçün süni intellekt olaraq onu pis yönləndirərkən sən düşünürsən ki, kütləyə hitab eləyəcəksən və kütləni bitirəcəksən. Bu şəkildə də həqiqətən də onlar da sənə uyğun gəlirlərsə bitəcək. Yəni və təbii ki, Allah da icazə versə buna. Bax, o dinozavrların söhbəti var deyən bitiş. O bitiş əslində bizim də ona nəsə deyirlər. Var idi adı. Bu Big Bang teorisi başqaydı. Big Bang şeydə olan bir şeydi. Kosmosda olan bir şeydi. Londonda saatın. Kosmosda olan bir şeydi. Yəni Big Bang'in şeylə əlaqəsi yoxdur, dünya ilə əlaqəsi yoxdur. O ümumiyyətlə qalaktikalar arasında. Kainatda baş verən genel olaraq yəni bir şeyin bitişi həmişə nəyisə başlanğıcıdır. Ona görə də mən düşünürəm ki, mənəviyyatın, yəni negativ düşüncənin həm mənəviyyatı bitirəcəyini, həm də ki, bu yolla dünyanı bitirə biləcəyini düşünürəm. Amma yenə də deyirəm, əgər bütün evrən, bütün kainat bunu dəstəkləsə və dəstəkləyəcəklərsə, çox güman ki, onun sonunda nəsə bir yaxşı başlanğıc olacaq deyə dəstəklənər. Davam edirik. Deməli, bu yaxınlarda bu YouTube-da şeyləri çox sevirəm mən. Bu polisiyə deyirlər də, sənədli filmləri filan. Bir YouTube kanalı var. O Amerikada polislərin hamısının yaxasında bodycam olur. Hansı ki çəkiliş edir. Onlar işdə olduqları müddətcə. Həmən o görüntülərdən alınmış hansısa bir hadisəni, hansısa bir кейsi danışırlar orada. Deməli, bir videoya baxdım orada. Tam da mövzumuza aid bir şeydir. Bir uşaq qonşusunu ChatGPT-nin köməyi ilə öldürüb. Mən sözümü ona gətirirdim. ChatGPT-nin köməyi ilə öldürüb. Hərçənd mənə biraz belə maraqlı gəldi. Çünki bilmirəm, o bəlkə də bir neçə il bundan qabağın hadisəsi idi. Çünki hal-hazırda ChatGPT-dən və yaxud da Gemini-dan hər hansısa bir sağalmaq üçün bir tarif belə soruşanda orada bildiriş çıxardır. Mən fikir vermirsən yoxsa yox. Adi imtihanla bağlı ya da depressiyada olduğunu deyirsən. Yəni mənə fikir vermədən ən doğrusu həkimə müraciət eləmək. Ya da polisə zada deyir. Ya da polisə şey eləmək. Və bu adam neyini nə dərəcədə ChatGPT-nin köməyi ilə qonşusunu öldürüb? Oy, bilməm, o neçə idi abi də? 14 idi ya 16 idi. Ya 14 idi ya 16 idi. Yəni bu yaşlarda biri idi. Necə öldürsəm iz qoymaram özümdən sonra, hansı formada öldürsəm məndən şübhələnməzlər, hansı formada mən cinayət yerində daha çox özümdən sonra nələrsə buraxmaram falana qədər hamısını ChatGPT ilə danışıb. Yenə deyirəm, bu çoxdan olub, bəlkə də o dönəmdə ChatGPT belə şeylərə cavab verə bilirdi. İndi belə bir şeylərə ChatGPT cavab vermir. Ümumiyyətlə ChatGPT-də belə bir şeyləri axtarmağı biz də tövsiyə eləmirik. Heç kimə tövsiyə eləmirik. Elmanı necə öldürə bilər? Niyə da ya Elman Ağarıbsa? Elman neyiniyibsə? Sağ. Yəni bax, bunu nəyə dedim? Fikir verdim. Yəni burada boşluq olur. Bu hər bir işdə bir boşluq olur. Məsələn, ChatGPT yarananda boşluq olur.
reklama girməz deyə düşünürəm. Bipləyəcəm, TikTokda eşidəcəklər, eybi yoxdur. Da boşluq olmuşdu, yadındadır. Bir gecənin içində neçə milyard dollar oğurlanmışdı. Yəni xırda bir boşluq. Başa düşdün, yəni bu boşluq hər yerdə olur. ChatGPT yarananda da bu boşluq var idi. Nə bilim, o dönəmdə süni intellektdən şəkillər yaradanda da boşluqlar var idi. Hamı başqa şeylərdə istifadə elədi. O süni intellektdən şəkil düzəldənləri, sonra yasalar gəldi, qadağalar gəldi ki, olmaz, cinayətdir artıq bunu eləmək. Yəni başa düşdün, məncə təbiət olmayacaq səbəbkarı. Məncə süni intellekt olacaq səbəbkarı. İnternet olacaq səbəbkarı. Süni intellektin təsiri altına düşmüş insanlar olacaq səbəbkarı. Heyvanlar olacaq səbəbkarı. Yəni bu dəqiqə heyvanları da süni intellektlə idarə edirlər. Dünən bir videoya baxıram, yenə Elmanın belə video misallarından olmazdı. Bir videoya baxıram, Türk mühəndisdir. YouTube'da belə videolar çəkir. Bir şey qurğu yaratdı. Elə videodaca aparat da belə beyninə taxır, buraları belə səni idarə edə bilir. Düşünə bilirsən? Səni, yəni nə mənada idarə edə bilər? Məsələn, gəzirsən, səni sola, fikri ilə, ağlı ilə səni sola, səni sağa yönləndirə bilir. O insanlar necə yönlənirlər belə? İşte onun da qoşur buradan, onun burasına belə. Yəni, bu şey... Amma bir şey var, bax Elman, idarə edilmək var, bir də var, qalsın orada. Bir var idarə ediləsən, bir də var ki, bitəsən. Tamam, sən yəni iplərin əlində olacağına demək istəyirsən, yəni ki, insanlar idarə olunacaqlar da sistemin altında. Amma bitişə mi gətirəcək bu insanlığa? Bax, nə qədər ki çox bu imkanlardan mənfiyə istifadə edəcəklər. Bir o qədər də tez yaxınlaşdıracaqlar o bəşəriyyətin sonunu. Bu mənfiyə istifadə edənlər səncə istəyirlər dünya bitsin. Onlar insanlığın belədir də, zaten sistem azələnçə qurulub. İnsanlığın nə deyirlər, miqdarını azaltmağa yönəlik bir şeyə giriblər. Genel olaraq dünyanın sonuna heç kəs planlamır, çünki dünyada özləri də yaşayırlar da. Hə, tamam, onda şey ola bilər. Elon Musk'ın teoriyası var idi, başqa bir planetə köçüb dünyanı məhv eləmək. Dünyanın sonunu bəşəriyyətin yox olması ilə müqayisə eləmək düzgün deyil. Dünyanın sonu Allaha məxsusdur. Və bəşəriyyətin məhv olması dünyanın sonu bəşəriyyətin məhvi tamam ayrı. Mən o mənada demirəm, bəşəriyyətin məhvi yer üzündən insanların silinməsi sadəcə. Sən başından bəri insanların sayının azalması məsələ. Sən başından bəri bəs nəyi nəzərdə tutub danışırdın? Mən elə bunu nəzərdə tuturam. Bəşəriyyətin yox olmasını nəzərdə tuturam. Yəni insanların yoxa çıxmasını nəzərdə tuturam. Bu dünyanın sonudur da. Yox, dünyanın sonu Allaha məxsusdur və bu bir gün olacaq. Saçmalama, iki şey eyni anda. Yox, bax, bir dəqiqə. Bax, dinozavrların dövründə dinozavrlar məhv olmuşdu. Məhv olanda dünyanın sonuydu? Yox. Sadəcə yerə meteorit düşmüşdü, bütün yaşayışı məhv eləmişdi. Yaşayış olmayan bir yerdə dünyanın... Mən bunu deyirəm. Yəni, dünya qalacaq yerində. İnsan sayı mı azalacaq? İnsan tamamən mi öləcək? Yoxsa bir nəfər mi qalacaq? Başa düşdün? Və bunu artıq həyata keçirtmək get-gedə asanlaşır. Mən bundan qorxuram, mən bunu danışıram. Elə buna görə də məncə özün bu dediklərimin arasında cavabı da gizlənmiş bir cümlə idi. Doğa bitirəcək bir şeyləri. Çünki o görəcək ki, insanlıq yaradır. Və iki dənə yaradan bir şey ola bilməz axı. Yəni indi doğa gətirəcək sonunu deyəndə doğanı idarə edən, söndür onu istəyirsən, 2 nəfər baxır. Olsun, baxırlar da. Hə, danış. Təşəkkürlər takip üçün. Doğanın sonunu gətirən insan olar, okey, mən səninlə razıyam orada. Amma yəni bu doğanın sonunu gətirən insan da onlar da internetin, süni intellektin təsiri altında bunu eləsin. Mən onu demək istəyirəm. Ola bilər. Ola bilər. Amma
Amma olmaya da bilər Elman. Çünki hal-hazırda tutaq ki, bundan əvvəl güya süni intellekt var idi, yox. Yenə cinayətkarlar var idi. Yenə nə bilim ətrafda, yəni pis insanlar, negativ daha düşüncələr. çox idi, nəzarət az idi. Yəni, hə. 90'lara qədər seri qatillər var idi. 90'lardan sonra artıq seri qatil olmaq hər adamın, hər oğlun işi olmadı. Başa düşdün? Çünki imkanlar, izləmələr falan. Onu mən də hardasa eşitmişdim. Demişlər ki, azaldı. Bu belədir. Yəni nə oldu? İzləmələr çoxdur. Çikatilo kimi bir seri qatili indiki zamanında tutmaq, birinci qətllə tutarlar onu. Başa düşdün? Amma adam illərlə qətillər törədir. Kameranı yaradan kim idi? Kameranı? Kameralar zatlar, onları hal-hazırda bu cür dünyanı quran. Yəni onların yaradılması belə bəli. Yaxşı da işləyir. Ona görə nə yaxşı, nə də pis yaradılan çox mübahisədir. Yəni yaradılan pis, sağ olun, yaxşı olasınız. Pis ya da yaxşı. Mən də yaxşı. Yəni yaradılan nə pis icad, nə də yaxşı icad bitirmir, yönləndirir. Çoxluq yaradır məsəl üçün ki, yaxşı insanların sayı çoxaldı ya da yaxşılıq çoxaldı ya da pislik çoxaldı. Yəni bu dünyada baxış açısını dəyişdirir. Məsəl üçün insanlıq bəlkə də elə gün gələcək ki, olan pis şeylərə belə normal baxacaq ki, oca olub, ya da ki deyəcək ki, belə yaxşıdır. Əslində düzü olan budur, yəni düz doğrunu udacaq. İndi söhbətə ara bağlayacaqdım, onu şeyləmədim. Süni intellektin bitirməsinə bağlayacaqdım. Yəni genel olaraq Elman, bilmirəm, mənə elə gəlir ki, yenə də nə vaxtsa axirət olsa ya da dünyanın sonu olsa, mən düşünürəm ki, bu, yəni mən bunda israrcıyam, bilməm, hisslər mən elə deyir ki, bu təbiət olayı ilə olacaq. Çünki doğa, yəni təbiət yaradan qüvvədir. Biz də təbiətin bir hissəsiyik, heyvanlar da, ağaclar da, hər şey. O qədər, necə deyim, belə hər şey içinə çəkən bir yaradıcıdır ki, artıq o şey, belə deyim, nə deyirlər ona? Bərpa deyirlər, vasnaviyyəsi deyirlər də. Bərpa su üçünə, yəni sənə pis gəlsin deyə yox. Bəlkə də o meteorit şeydə belənçin olmuşdu. Hər şey axışda olanda, hər şey çox normal da gedən də ola bilər. Yəni səni cəzalandırmaq üçün də deyil, ya da sən pislik eləmsən deyə də yox. Belə deyim, necə başa salıb? Məsələn, stakanı düşünün, elə onda su içirsiniz. Ya da çay mı deyim, ya bilmirəm də, nəysə. İçirsən, bu sənin üçün normal halına gəlir, amma o stakan artıq kirlənir də, başa düşdün, onu təmizləməsi üçün nə lazımdır? İçindəki suyu boşaltmağa. Və də elə belə misal çəkdim. Yəni mən yəqin ki, başa düşdünüz də. Sadəcə təmizləmək amaçlı, nəfəs alsın deyə, təkrar özünü yaratsın deyə. Bomba kimi. Bitirəcək və insana təzədən başlayacaq. Sən belə bir şey deyirsən axirət. Bax, deyirsən axirət və deyirsən ki, axirətin sonunu kim gətirəcək? Nə dedin? Təbiət gətirəcək. Təbiətin özü. Axirət Allaha məxsusdur. Mən bunu izah eləmək istəyirəm. Axirəti Allah hər şey Allaha məxsus zaten. Tamam mı? Yəni sənin axirəti təbiətə bağlamağın mənə çatmır. Axirətdən söhbət getmir. Dünyanın sonundan gedir. Dünyanın sonundan söhbət getmir, qurban sənə. Dünyanın sonu bəllidir. Biz onun nəyini danışaq? Allah bir gün o neydi o tütəyin səsi? Onun səsini eşidəcəyik, həmən səsi və salam, bitdi getdi. Dünyanın sonu budur, bunu bilirik. Bunun senarisi də artıq hazırdır. Mən bundan danışmıram. Mən insanlığın sonundan danışıram. İnsanlığın məhvindən danışıram. Bayaq dedin də ki, dünya qalacaq. Danışırsan, çox qəşəng danışırsan, çox ləzzət edir. Çox təşəkkür edirəm. Amma ki, arada axirətlə amma bir şey deyəcəm. Tamam da, yəni sən deyirsən ki, insanlıq yoxa çıxacaq, dünyanın özü qalacaq. Mən də deyirəm ki, günün sonunda ikisi eyni şey deyil man. Eyni şeydir abi. Deyil mi? Değil mi? Bax, ölən hər bir insan üçün zaten bitir dünya. Plus da ki, mən düşünürəm ki, həm də Elon Musk'ın da düşünür ya da ki, o planlayır mı bilmirəm. O deyir ki, məsələn, başqa bir planetdə artıq yaşamı başladıb dünyadan uzaqlaşmaq və dünyanı bitirmək bu şəkildə. Əgər
Nə vaxt sənə razılaşaram? Əgər məsələn sən deyirsən ki, süni intellekt bitirə bilər. Hə, sən elə dedin də. Bəli, mən elə dedim. Nə vaxt razılaşaram? Əgər yer üzündən başqa bir qalaktikada da hal-hazırda yaşam mümkündürsə, 100% bəlkə də var, gizlədilir, o ola bilər. Amma ki insanlığın yəni mən düşünürəm ki, başqa galaktikalarda yaşam var, amma ona uyğun sistemdə yaşaya bilənlər var. Necə ki yer üzündə başqa birisi gəlib yaşaya bilməz deyə düşünürəm. Elənçinə də əgər insanlıq üçün də orada bir koloni qurulsa, yaşam mümkün olsa, 2x2 həmən dünya bitdi. Ki Ancaq o halda. Amma başqa halda yox. Siz də öz fikirlərinizi Gözlər də dünyada yaşayırlar. Siz də öz fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Fikirləriniz bizim üçün maraqlıdır. Dəstək ola bilərsiniz bizə. Coffee saytından bizə coffee alaraq iyanə edə bilərsiniz. Patreonda bizə iyanə edə bilərsiniz. Biz isə yekunlaşdırırıq. Və Nata, son olaraq bir sual verəcəm sənə. O sualla da videomuzu yekunlaşdıraq. Təsəvvür elə ki, dünyada tək sən qalmısan. Edəcəyin ilk 3 şey nə olardı? Dünyada tək mən qalmışam. Tək qalmısan, edəcəyin ilk 3 şey nə olardı? Bax demirəm ha, nəyin var, nəyin yoxdur, yanında nə var, nə yoxdur. İndiki bu dəqiqə belə hop birdən bir elman getdi. Hamı getdi, bir dənə sən qaldın. Soruları. Nə ilk edəcəyin 3 şeyi denəm mənə. Necə qorxaram əslində. Ya o qorxaram. Hə, əməl olaraq. Qorxa yaşam. Ayda bilmirəm. İlk öncə gedərəm marketlərə zada girərəm. Şey eləyərəm. Adama bu qədər mi market istəyir? Dünyada bir dənə qalım gedirəm. Gedim favoridə. Çox inşallah. Yox, zarafatsız, məsəl üçün heç vaxt ola bilməyəcəm yerlərə gedərəm. Amma ki, şofer zad yoxdur. Mən ora necə gedəcəm, necə zad gedəcəm. Yoxdur, sürə-sürə getdi öz. Başa sürə. Düz deyirsən, eynən. Attın deyə pedala bastın, getdim. Evet, heç olmayacaq. Arada zapravkaya girib benzin vurursan sən. Evet, amma tamam, biri marketdə. İnternet satda işləyir də. İndi o da işləsə bir yerə qədər işləyəcək. Sonra onu idarə edən olmasa da. İnternet işləməsə hardan məlumat alacaqsan? Heç kim yoxdur. Hardan məlumat alacaqsan? Lap işləyir. Amma süni intellekt yəni öz-özünə işləmir. Allah. Tamam, birinci market, ikinci İnternet olmasa özümü öldürərəm. İkinci market. Üçüncü özümü öldürərəm. İnternet yoxdursa bitmişim abi. Çünki YouTube'a girəmədimsə chipsimi bir səs olmalıdır deyə. Hətta mən tək bir yerdə qalanda belə ev işi zat görəndə eləyəndə mütləq orada bir səs getməlidir. Yəni mahnıya nə qədər qulaq as. Ayda kafayı yerim ya. Delirməkdən ölürəm. Sən nə edirsən? Mən nə edirəm? Deməli, birinci gedərəm ən bahalı kameralar satılan bir yer taparam. Oradakı ən gözəl. Sən canı kimi çəkəcəksən? Dayan, gör da davamı gəl. Birinci eləyəcəyim bu. Gedib o kameraları taparam. O kameraları götürərəm. İkinci, o kameralardan başlayaram kino çəkməyə. Tək özümü çəkərəm. Başrolda özüm. Özümü çəkərəm. Maraqlı bir şeylər, super bir şey çəkərəm. Tamam da izləyicin kim olacaq? Nə vaxtsa, nətər ki, indi dinozavrların sümüklərini tapmırlar. Mənim də o videomu nə vaxtsa tapacaqlar. Baxacaqlar ki, filmin adı Elman və Saçmalıq və video baxırlar, görürlər ki, ətrafda əslində adamlar var imiş, sadəcə Elman kafayı yediyi üçün heç kəsi görməyim, zor deyil. Çox iyi ya, valla. Üçüncü qaldı, üçüncü nə edirəm? İkinci nə idi ki? İkinci dedim də kino çəkərəm. Üçüncü də gedərəm, arzusunda olduğum maşını alaram. Sürərəm doyunca. Abi bütün maşınlar sən, ay Elvan, bütün maşınlar sən alaram deyirəm də. Mənə bütün maşınlar lazım deyil. Də alaram indi də gedib oturarım, sürərəm. O ləzzət edir də mənə. Mən nə edirəm? İstəsəm gedib Bentley'ində rəsmi dükanını. Amma məncə sən hər ehtimalda insan tək qalsa kafayı yer. Bir müddət sonra məncə də çox sıxılarsan. Baş gedəcək. Dostlar, bizim fikrimiz bu idi, bu qədər idi. Biz bu günlərimiz sizinlə bəşəriyyətin sonundan danışdıq. Bəşəriyyətin sonuna nələr səbəb ola bilər? Siz də şərhlər yazın. Sizcə dünyanın sonunu nə gətirə bilər? Biz isə sizinlə bir həftəlik sağollaşırıq. Özünüzə yaxşı baxın. Hələlik.